Hamıya salam. Hər gün girdiyimiz o veb-saytlar var ha. Heç düşünmüsünüz ki, onların arxasında əslində nə dayanır? Göründüyü qədər mürəkkəb deyil, inanın. Gəlin bugün birlikdə webin təməldaşını, yəni HTML-i kəşf edək və sıfırdan ilk səhifəmizi yaradaq. Yaxşı, sual budur. Bomboş bir ağ ekrandan necə olur ki, başlıqları, şəkilləri, mətnləri olan mürəkkəb bir web səhifə yaranır? Bu sehrin arxasında nə var? Gəlin bu sualın cavabını birlikdə tapaq. Cavab çox sadədir. HTML, yəni Hypertext Markup Language. Bunu bir binanın skeleti kimi təsəvvür edin. O, hər şeyin harada dayanmalı olduğunu deyir, divarlar haradadır, pəncərələr harada, bütün məzmunu bir yerdə saxlayan məhz odur. Elə isə, gəlin bu web skeletinin nə olduğuna biraz daha yaxından nəzər salaq. Görək nədən ibarətdir. Deməli, hər bir HTML səhifəsinin iki əsas hissəsi var. Birincisi head, yəni baş hissəm. Bura səhifənin adı kimi brauzer üçün lazım olan texniki məlumatların olduğu yerdir. Yəni biz istifadəçilər oranı görmürük. Body hissəm, yəni bədən hissəsi əsl səhnənin özüdür. Gördüyümüz bütün mətnlər, şəkillər, linklər hamısı məhz burada yerləşir. HTML-in əsasını təqlər təşkil edir. Bunlar əslində brauzerə verdiyimiz əmrlərdir. Ona nəyi necə göstərəcəyini deyirik. İki növ təq var. Cüt təqlər, məsələn, P ilə başlayıb, KP ilə bitir. Yəni, bir şeyin harada başlayıb, harada qurtardığını bildirir. Tək təqlərsə, məsələn, IMG, səhifəyə sadəcə bir şəkil kimi tək bir element atır və salam. Bu fərqi başa düşmək həqiqətən də çox vacibdir. Yaxşı, kifayət qədər nəzəriyyə. İndi isə gəlin işə başlayaq. Səhifəmizi ən təməl elementlə, yəni mətnlə doldurmağın vaxtı gəldi. Bir səhifənin ən vacib, ən əsas başlığını yaratmaq üçün H1 teqindən istifadə edirik. Bu teqlə biz brauzeri deyirik ki, bax, bu məzmun ən vacib başlığımızdır. Onu böyük və diqqət çəkən göstər. Və budur nəticə. Gördünüz, brauzer bizim o sadə kodumuzu oxuyur və onu dərhal böyük, qalın bir başlığa çevirir. Kod və nəticə arasındakı bu birbaşa əlaqə, bax, elə HTML-in bütün mahiyyəti budur. İndi keçək adi mətn bloklarına, yəni paraqraflara. Bunun üçün də P teqindən istifadə edirik. Bu da cüt teqdir, yəni mətnimiz onun açılışı ilə bağlanışı arasında yerləşdirilir. Nəticədə isə brauzer bu kodu standart, normal bir paraqraf kimi göstərir. Hər teq öz işini görür, hər şey çox aydın və məntiqlidir, elə deyil? Gəlin indi səhifəmizi biraz canlandıraq. Sadəcə mətn sənədi olmasın, onu daha maraqlı, daha dinamik bir şeyə çevirək. Necə? Əlbəttə ki, şəkillər və keçidlərlə. Səhifəyə şəkil əlavə etmək üçün tag emoji teqindən istifadə edirik. Amma burada yeni bir şey var, src. Bu bir atributdur və teqimizə əlavə məlumat verir. Yəni src atributu brauzerə deyir ki, get şəkli bu ünvandan tap və gətir bura qoy. Kliklənə bilən bir link, yəni keçid yaratmaq üçünsə A teqindən istifadə edirik. Buradakı href atributu isə brauzerə göstəriş verir ki, istifadəçi bu mətnə klikləyəndə onu hansı ünvana aparmaq lazımdır. Bilirsiniz, HTML təkcə səhifəyə nəsə əlavə etmək üçün deyil. O həm də məlumatı səliqəyə salmaq, ona aydın şəkildə strukturlaşdırmaq və oxucular üçün asan başa düşülən etmək üçündür. Məsələn, qarşısında nöqtə olan bir siyahı yaratmaq istəyirik. Bunun üçün URL teqindən istifadə edirik. Bu, nömrələnməmiş siyahı deməkdir. İçərisindəki hər bir elementi isə li, yəni siyahı elementi teqi ilə işarələyirik. Və budur, hazırdır. Brauzer bizim UL və li teqlərimizi dərhal anlayır və onları səliqəli, markerli bir siyahıya çevirir. Çox rahatdır. Amma cədvəllər biraz fərqlidir, biraz daha mürəkkəbdir. Sadəcə table teqini yazmaqla iş bitmir. Bu heç bir nəticə vermir. Sadəcə bir qarşılıqlıq yaradır. Çünki brauzerə cədvəlin sətirlərini və sütunlarını da deməliyik. Həll yolu isə budur. Cədvəlin düzgün strukturunu qurmaq üçün əvvəlcə sətirləri tr, yəni table row teqi ilə yaratmalıyıq. Sonra isə hər bir sətrin içindəki xanaları, yəni məlumatları td teqi ilə müəyyən etməliyik. Bax, bu teqlərin kombinasiyası bizə səliqəli bir cədvəl verir. Və finala gəldik. İndiyə qədər öyrəndiyimiz bütün bu kiçik hissələri, bu puzzle parçalarını bir araya gətirib tam işlək bir səhifə yaratmağın vaxtıdır. Baxın, hər şey buradadır. Doctype HTML ilə başlayırıq.
ki brauzer bunun bir HTML sənədi olduğunu bilsin. Sonra HTML taqı hər şeyi öz içinə alır. İçəridə brauzer üçün məlumatların olduğu head və səhifə başlığı olan title var. Və nəhayət, bizim gördüyümüz hər şey body'nin içərisindədir. Öyrəndiyimiz H1 başlığı, P paraqrafı, img şəkli və A keçidi, bütün elementlər bir araya gələrək tam bir web səhifə yaradır. Və salam. Bilirsiniz nə oldu? Siz indicə bütün interneti ayaqda saxlayan o fundamental dili, onun təməl prinsiplərini öyrəndiniz. Bu, web dünyasına atılmış həqiqətən də çox böyük bir addımdır. İndi isə əsas sual budur. Bu yeni biliklərinizlə siz növbəti hansı web səhifəni yaradacaqsınız? Sərhəd yalnız sizin təxəyyülünüzdür. Elə isə öyrənməyə və yaratmağa davam edin.